Ay İlham Əliyev başın ağarsın, başımız ağardı İlham Əliyev. Get ay İlham Əliyev biz də o Azərbaycanın bir azad şəkildə suyundan, çörəyindən yeyə bilək. O təbii sərvətlərdən istifadə edə bilək. Ay İlham Əliyev Allah belini qırsın, burada günəş də yoxdur, D vitamini almaqdan. Almanların hamısı alır. Birdən elə bilərsin mən çox mühafizə altında oluram, ona görə almıram. Yox. Almanların hamısı D vitamini alır. Güneş yoxdur burada. Ay İlham Əliyev, burada 5 gün, 3 gün çimərlik günü olmur. Ay İlham Əliyev, ay boyunu yerə soxum sənin. Get gələk o çaylarda, göllərdə, plajı da post eləyəcəm. Dənizlərdə çimək, bir azad nəfəs alaq, bir ölkənin insanları yaşadaq. Çəkdə bizdən, götümüzə babasil olub yapışıbsan. Kürəyimizə gənə olub yapışıbsan. O çamura, çaya girirdim, o tərə toplamağa, ayağıma zəli kimi yapışan, zəli kimi yapışıbsan. Bu xalqın ayağından tuşdan, götündən tuşdan. Belindən gənə kimi yapışırsan, tuşdan, İlham Əliyev. Bu xalqın sərvətini yedin, taladın, onun da dibi qalıb, qazanın dibi qalıb. Qoy onu da bu xalqı yalasından, İlham Əliyev. İlham Əliyev. Nə istəyirsən, qazanın dibini də mi yalayırsan, bədbəh oğlindən sonra sən ziyana gedirsən. Mən bilirəm onu, iqtisadiyyatçılar bilir. İndən sonra sən əlində olanı da itirə-itirə gedirsən. İlham Əliyev, əl çəkdən, İndən sonra sən daha da özünü pis vəziyyətə qoyursan. Əl çək, əl çək. Yaxşı getsən, sənlə işimiz yoxdur. İlham Əliyev, adam balası kimi getsən, savaş, mavaş, iç savaş, mit savaş salmasan, sənlə o qədər işimiz yoxdur İlham Əliyev. Sənlə qoy, səni gətirənlər, götürənlər sənlə məşğul olsun. Ailənlə məşğul olsun. Amma odur bax, Putin Bəşər Əsədi gətirmiş də özü məşğul olur. Amma nazirləri bizə verməlisən, Bütün Əliyev ailəsindən başqa. Hamısı bizə veriləcək. O Əlin Ağayev biraz xoşuma gəlir o. Bir il onu işlədəcəm hələ. Bir il onu işlər, yanına müşavir qoyacağım. Yanına müşavir qoyacağım Əlin Ağayevin. Bir il o mənə lazım, bir il. Bir il onu işlədəcəm. Başqa nazirliklərdə mavinlər zadlar bir neçə il işləyəcək. Sağlam mavin. Amma o bir il. O pişilər gətin tualetlərini elədə. Gəl. Ay, gəl sən gəl. Ay sizi gedəsiniz. Təsərrüfatdır, təsərrüfat. Təsərrüfatdır, təsərrüfat. Buna bana. Buna. İkisinin də qulağı əyridir. Bir fikir verin. Atası İngilisdir, anası Alman. Pişiyin. Baxın, ikisi qulağı belə oldu, İngilis sortu. Amma erkək, bunlar dişilərdir. Erkəyin qulağı belə oldu. Fikir verin. Tərsini oldu Dişilər atasına oxşadır. Erkək anasına oxşadır. Çünki anasının qulağı da dişdir. Gəbra görmə. Sən də gəbra. Bunu da gətirmə. Qəhrəman ana. Gəl. O işin. Sən Mehriban Əliyevan. Mehriban Əliyevanın da 3 uşağı var bunun da. Sən Mehriban Əliyevadan yaxşı anansan. Bu Mehriban Əliyevadan yaxşı analıq eləyir bu 3 dənə balıya. Sağlam dünya, bu erkək tayı buydu eləmi? Erkək tayı da bax budur, bax. Qulağı belə, neyse ki. Yala bunu təmizlə. Gəlin bura görmə, şunların içindən çıx. Estağfurullah. Hərəniz bir üzümdən öpün, görüm hələ bir sizi buraxın. Mən çox heyvan sevən adamam. Heyvan sevən, çox. Hər cürə heyvanı da sevirəm ha. İndi imkanım var pişik saxlamağa, pişik saxlayam. Mənim iç saxladığım vaxtları görməmişsiniz. Çox gözəl itlər saxlamışım. Çox gözəl. Atım olub, eşşəyim olub, inəklərim olub, camışlarım olub, qoyunlarım olubdur. Doğuşanlarım olubdur. Toyuq fermam saxladığım vaxtlar olub. Pişik, it, hər cürə heyvanı sevirəm və hər cürə heyvanı da saxlamışam. Yəni daha kəhlikdən belə. İnşallah Azərbaycana gələndə də mən prezident olsam da mənim təsərrüfatım olacaq. Yəni, elə təsərrüfat yox biznes. Mən prezident olsam da necə ki Lukashenko əlinə lapatka alıb işləyir bağda, bağçada, bəzi prezidentlər.
Mən də bağımda fəhlə işlədəsi deyiləm. Prezident olsam da bağımda işləyəcəyəm, susulayacağam. Paşinyan da eləyir bax. Mən durub belə kresloda oturmaq adamı xəstələndirir, adamı pis vəziyyətə salır. Bir idman elə, təsərrüfatında işlə, çək, göstər efirdə cəmaət də görsün ki, prezident xalq kimi təsərrüfata meyilli. İlham Əliyevlə ayrılır, Mehribanla 13-cü ildən ayrılıbdır. Bir yastığa baş qoymur. Qızları ayrılıb. İlham Əliyev ailəsindən nə götürsün cəmaət? Hamı deyir, prezidentin qızı ayrıldı. Prezidentin qızı ayrıldı, boşandı, mənimkinə boşanır Rəcəb eləyib. Hamı deyir, prezidentin arvadı prezidentə xəyanət elədi. Mənimki də eləyib cəhənnəmə. Amma ikinin də yanında söz vuranda dözmür, qırğın düşür, qan düşür, türmə və s. və ilaxır. Yəni, prezident öz sadəliyinlə, təsərrüfata meyilliyi ilə prezident belə olmalıdır.